Salam dəyərli izləyicilər. 1917-ci il fevral inqilabından sonrakı mövzumuzu davam etdiririk. Burada daha dəqiq desək, mövzumuz Mars soyqırımı olacaq. Mars soyqırımı ərəfəsi və gedişatın və nəticələri. Bu xəritədə biz Cənubi Qafqazın hazırki vəziyyətini görürük, Qafqaz regionunu görürük. Azərbaycanın torpaqlarını görürsünüz burada. Deməli, bu Azərbaycanın ərazisidir. Azərbaycan qeyd olunub. Qonşularımız Gürcüstan, Ermənistan, Türkiyə, İran cənubda, şimalda Rusiya. Bu hazırki mövcud xəritədir. Biz daha geniş planda baxsaq qonşularımızı, biraz da uzaq qonşularımızı bu xəritədə görə bilirik. Azərbaycan yenə də qeyd olunub burada. Xəzər dənizinin qərbində yerləşir. Türkiyə, Suriya, İraq, İran, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Rusiya bizə yaxın olan digər dövlətlərdir. Qaydaq digər xəritələrə nəzər salaq. Bu 1918-20-ci illər Cümhuriyyət dövrünün xəritəsidir. Mars soyqırımından sonra artıq Azərbaycan Xalq Cümhuriyyəti yaranmağa başlayır. Gördüyünüz xəritə o vaxtı fikir verirsinizsə, Zəngəzur ərazisi, Zəngəzur qəzası, Göyçə mahalı bizdə idi və həmçinin Şərrur Dərəliyəz də gördüyünüz kimi bizdə idi. Naxçıvanla Azərbaycan birbaşa əlaqəsi var idi. O cümlədən Qazağın bir çox kəndləri Göyçə gölünə qədər ərazilər, Göyçə göldə daxil olmaqla demək olar bizdə idi. Deməli, daha sonra biz hansı xəritələrə baxa bilərik? Bu dövr 19-cu il Paris konfransında Azərbaycan Xarici İşlər Nazirliyinin təqdim etdiyi xəritədir. Biz burada nəyə fikir verməliyik? Bakı quberniyasını görürsünüz. Bu yaşıl, açıq yaşıl ərazi Bakı quberniyasıdır. Deməli, söhbət 1917-18-ci illərdən gedir. Komissarlıq və Seymin səlahiyyətindən kənarda qalmışdı Bakı quberniyası. Fikir verirsinizsə, Bakı şəhəri, bir də Bakı quberniyası deyəndə Quba, Şamaxı, Göyçay, Kürdəmir, Muğan, Lənkəran, Astara, bunlar hamısı daxil idi, Salyanın özü. Yəni, bu ərazilərdə soyqırım törədilərkən təkcə Bakıda yox, digər quberniyanın digər qəzalarında da törədilmişdi. Həmçinin İrəvan qəzası ərazisində, İrəvanda, Naxçıvanda, Şərurda, Zəngəzurda, bu ərazilərdə də qırğınlar törədilmişdi. Ermənilər, bolşevik daşnaqlar Azərbaycanlılara qarşı qırğınları törətmişdi. Bakı quberniyasının ərazisini biz bu xəritədə daha aydın görürük. Bakı qəzası, Quba, Şamaxı, Göyçay, Salyan, Lənkəran qəzaları. Hələ ki, xəritələrlə əsas bunları deyə bilərik. Ehtiyac olsa yenə də xəritəyə müraciət edərik. Keçək vəsaitə. Qeyd edim ki, bu dərsi hazırlayarkən Analizevin vəsaitindən istifadə etmişəm. Ümumi əhalinin çoxsu vəsaitdən istifadə etdiyinə görə son nəşr 2025-ci il nəşridir. Deməli, soyqırım ərəfəsində nələr baş vermişdir? Əvvəlcə ərəfə sözünü bilməyimiz lazımdır. Soyqırım nədir? Soyqırım bir millətə qarşı, hansısa bir etnik qrupa qarşı, silahsız əhaliyə qarşı, yəni mülki vətəndaşlara qarşı qəsdən planlaşdırılmış şəkildə qırğınların törədilməsidir. Buna soyqırım deyilir. Yəni, bir müharibədən fərqlidir. Müharibədə hərbi əsgərlər, hərbçilər bir-birləri ilə savaşırlarsa, soyqırımda hərbiçilərin dinc əhaliyə qarşı qırğın törətməsidir. Yəni, silahlı əsgərlərin qırğın törətməsidir. Ərəfə isə uşaqlar adətən qarışdırırlar. Ərəfə dövrü nəzərdə tutulur. Dövr deyil, ondan əvvəlki dövrdür. Misal üçün, Birinci Dünya müharibəsi ərəfəsi deyirsə, Birinci Dünya müharibəsi başlayana qədərki dövr, yəni müharibədən bir az öncəki dövr nəzərdə tutulur. Müharibənin gedişatı artıq nəzərdə tutulmur. Bunu yadda saxlamalısınız. Bu zaman bildiyimiz kimi hakimiyyətdə Bakıda hakimiyyət Bakı Sovetinin əlində idi. Bakı Soveti xatırlayaq 1917-ci il noyabrın 2-sində öz fəaliyyətinə başlamışdı. Yəni, Bakıda hakimiyyəti ələ almışdı. Sovet Rusiyasının köməyi ilə də öz qüvvələrini, silahlı qüvvələrini yaratmışdı. Burada əsas rol bolşeviklərin
ermənilər və erməni daşnaqlarla birliyində öz əksini tapmışdı, ittifaqında öz əksini tapmışdı. Bolşeviklər kimlərdir uşaqlar? Bolşeviklər Rusiyada Kommunist Partiyasının bir qolu idi, əsas qolu idi. Demək olar ki, Kommunist Partiyasının özü idi. Bu bolşeviklər yeni bir ideologiyaya sahib idilər. Onlar fikirləşirdilər ki, fəhlə və kəndlilər vasitəsilə elə bir cəmiyyət quracaqlar ki, orada ədalətli bir cəmiyyət olacaq və hakimiyyət onların əlində olacaq, onların diktaturasında. Və onlar diktatura rejimini seçmişdilər. Yəni hakimiyyəti güc yolu ilə istədikləri şəkildə idarə etməyi planlaşdırırdılar. Və özlərinə qarşı çıxan hər kəsi də düşmən hesab edirdilər və güc yolu ilə, repressiya yolu ilə öz ideologiyalarını həyata keçirməyə çalışırdılar. Erməni daşnaqlar isə Daşnaqüstün partiyasının üzvləri sayılır. Erməni daşnaqlar deyəndə həmin o partiyanın erməni partiyasının üzvləri. Bunlar da qatı milliyyətçi idilər və böyük Ermənistan dövlətinin qurulması üçün çalışırdılar. Deməli, Bakıda bunlar hakimiyyəti ələ almışdılar. Bolşeviklər və erməni daşnaqlar, bolşeviklər. Bolşevik bir partiyadır. Burada müxtəlif, əsas ruslar təşkil edirdi. Amma digər millətlərin, erməni, gürcü, azərbaycanlılar belə bu partiyada iştirak edirdilər. Amma onların sayı, xüsusən azərbaycanlıların sayı çox az idi. 1917-ci ilin dekabrın 5-də Cənubi Qafqaz Komissarlığı ilə Osmanlı dövləti arasında Ərzincan sazişi imzalanır. Bu Ərzincan sazişinə əsasən Birinci Dünya müharibəsinin artıq yekunlaşdırılması planlaşdırılırdı və Rus qoşunlarının Osmanlıdan, Qafqaz cəbhəsində döyüşən əsgərlərinin geri çəkilməsi qərarlaşdırılmışdı. Lakin bu hərbi qüvvələr Bakıda ləngiməli, dırnaq içərisində qeyd olunub ləngiməli. O deməkdir ki, Bakıda onlar qəsdən saxlanılırdı ki, gələcəkdə burada bolşeviklərin öz dövlətini qurmağında onlara yardım etsinlər. Yəni bunun üçün bəhanə də nə idi? Müharibə dövrünün çətinlikləri idi, bolşevik təbliğatının təsiri idi. Yəni bu müharibə dövrünün çətinlikləri və bolşevik təbliğatının təsiri ilə cəbhədən qayıdan Rus əsgərləri Bakıda saxlanılır. Sonra Sovetin İnqilabi Qüvvə adı altında yaratdığı silahlı birləşmələrin əksəriyyətini təşkil edən erməni və rus hərbçilərinin xalqımıza qarşı nifrət dolu münasibəti gələcək faciələrimizin təməlini qoydu. Bu nə deməkdir? İnqilabi qüvvə adı ilə. Deməli, Sovetin İnqilabi Qüvvə deyəndə özləri nəzərdə tutur. Yəni kimlər ki, bu inqilaba, Sovet hakimiyyətinin qurulmasına, inqilab deyəndə əsasən bolşeviklər oktyabr çevrilişini nəzərdə tuturlar. Biz buna oktyabr çevrilişi deyirik, fevralda baş verənə inqilab deyirik. Amma bolşeviklər oktyabrda olana inqilab deyirlər. Nəyə görə? Çünki onların fikrincə əsas inqilab orada baş veribdir və xüsusi dəyişikliklər, rejimin dəyişilməsi orada gerçəkləşibdir. Daha çox ona önəm verirlər. Oktyabr inqilabı deyirlər və inqilabı dəstəkləyənlər onlardır, onların dostlarıdır. İnqilaba qarşı çıxanlar, əks inqilabçılar düşmən hesab edilirlər. Bunu yadınızda saxlayın, bu terminlərdən daha tez-tez qarşılaşacaqsınız. Deməli, erməni və rus hərbçilərimizin xalqımıza qarşı nifrət dolu münasibəti və onların da gələcəkdə Azərbaycanlıları qırması üçün, belə deyək, əllərində əsas səbəb olmuşdu bu nifrətləri. Bu nifrətləri də nələrdən qaynaqlanırdı? Biz indi bunu getdikcə aydınlaşdıracağıq. Bu etnik təmizləmə idi, yəni bir millətin məhv edilməsi etnik təmizləmə siyasəti adlanır. Və burada ermənilər öz dövlətlərinin gələcəkdə böyük Ermənistan dövlətinin qurması üçün bu etnik təmizləmədən, yəni millətin ya qırılması ya da ki, həmin ərazidən qovulmasını planlaşdırırlar. Xüsusən İrəvan quberniyasında hələ 1917-ci ilin sonlarında başlanır bu etnik təmizləmə. Ümumən 100 mindən çox insan, azərbaycanlı burada soyqırıma məruz qalmışdı. Deməli, bolşevik və erməniləri daha da hiddətlənirdi nələr? Azərbaycanlıların milli muxtariyyətə meyilli olmaları. Muxtariyyəti biz əvvəlki dərsdə izah eləmişdik. Daxili özünü idarə etmə müstəqilliyinin olması deməkdir. Yəni daxili müstəqilliyin olması deməkdir. Bir də Azərbaycanlıların milli siyasi qüvvələri arxasınca getmələri. Yəni onlar, Azərbaycanlılar əsasən Müsavat və digər milli partiyaları dəstəkləyirdilər. Bu da
həm bolşevikləri, həm də erməniləri hiddətləndirirdi. Və bu zaman bolşevik və ermənilərin Azərbaycanlılara qarşı bu siyasəti Azərbaycanlıların da ə, bəzilərinin Osmanlı dövlətinin tərkibinə qatılmaqda ə, əsas çıxış yolunu bunda görürdülər. Yəni Osmanlı dövləti ilə birləşməsində. Bu soyqırımı ərəfəsində bəzi Azərbaycanlıların tutduğu mövqe idi. Bu da təbii bir hal idi. Davam edirik. Müsəlman Milli Şurası da, Müsəlman Milli Şuraları öz milli hərbi dəstələrini yaratmağa başlar. Deməli, ermənilərin və bolşeviklərin, gürcülərin hərbi dəstələri olduğu halda Azərbaycanlıların hərbi dəstələri yox idi. Biz bilirik ki, Rusiya Azərbaycanlıların, müsəlmanların döyüşməsini istəmirdi, onların döyüş öyrənməsini istəmirdilər. Ona görə onları hərbiyə çağırmırdılar, azad etmişdilər. Və bu da Azərbaycanlıların hərbi dəstələr yaratmaqda gecikdiyini, ləngidiyini, daha sonrakı dövrdə bizə təsir etdiyini görürük. Belə ki, baxmayaraq ki, 1-ci Dünya müharibəsində Tatar süvari alayı yaradılmışdı, amma onun sayı da çox deyildi. Tərkibində 200-ə yaxın əsgər var idi. Bu deməli, bu dövrdə Azərbaycan Milli Şuraları da, həmin milli təşkilatlar Azərbaycanın öz hərbi dəstələrinin yaradılmasına başlayırlar. Deməli, dekabrda Cənubi Qafqaz Komissarlığı qərar verir ki, Azərbaycanlılardan ibarət müsəlman korpusu yaradılsın. Buna başçılıq edirdi general Əlağa Şıxlinski. Müsəlman Milli Korpusunu da yaradır 17-ci ilin dekabrında. Bu müsəlman korpusunun əsasını da 1-ci Dünya müharibəsində iştirak etmiş Tatar süvari alayının əsgərləri təşkil edirdi. Yəni bu əsgərlərin hesabına yaradılmağa başlanır. Şəmkir hadisələri. Şəmkir hadisələri baş veribdi 1918-ci ilin yanvarında. Burada məsələ nədir? Bayaq qeyd etmişdik ki, Ərzincan barışığına əsasən Osmanlı cəbhəsində döyüşən Çar Rusiyasının qoşunları geri çəkilməlidir. Geri çəkilərkən bunlar silahlarını erməni, gürcü və azərbaycanlılara verməlidir. Lakin onlar silahlarını ermənilərə və gürcülərə verdiyi halda azərbaycanlılara nəinki silahları vermirlər, onlar yol boyu müsəlman kəndlərini qırğınlara məruz qoyurlar. Və belə olduğu təqdirdə Şəmkir stansiyasından keçərkən Azərbaycanlılar onlardan silahları almaq istəyirlər, lakin onlar silahlarını vermirlər və bu zamanda güc tətbiq edərək, yəni toqquşma baş verir və bu vasitə ilə biz silahları onlardan alırıq. Bu Qafqaz Komissarlığının qərarına əsasən idi. Yəni onlar silahları verməlidirlər, ancaq vermirlər. Bakıda yerləşən Sovet hakimiyyəti, yəni erməni bolşeviklər bundan istifadə edərək Bakıda müsəlmanları qırğın törətmək üçün bu hadisədən bəhanə kimi istifadə etməyə çalışırlar. Lakin Azərbaycan ziyalılarından Xoyski, Xasməmmədov, Şəfi bəy Rüstəmbəyov, bir də Rəfibəyov həkim bunların planını boşa çıxardırlar. Onlar hadisənin əsl mahiyyətini izah edirlər. Həmçinin buradan qayıdan Rus əsgərləri də vəziyyəti olduğu kimi danışaraq Bakıda qırğınların qarşısını alırlar həmin dövr üçün. Bakıda Azərbaycanlıların iri silahlı birləşmələri bayaq qeyd etdiyim kimi yox idi. Fevralın 1-də, 1918-ci il fevralın 1-də Xəlil bəy Talşinskinin rəhbərliyi ilə bir qrup zabit heyəti Bakıya gəlir. Lənkərandan Bakıya gəlirlər. Bunlar müsəlman atıcı alayını hazırlamaq məqsədi daşıyırlar onların gəlişi. Yəni bizim atıcı alaylarımız yox idi, hərbi birləşmələrimiz yox idi. Xəlil bəy Talşinskinin rəhbərliyi ilə gələn bu zabitləri Bakı Soveti həbs edir. Onların həbs edilməsinə əhali etiraz edir. Kəskin etiraz edir, ayağa qalxır. Lakin bu çıxışlar, din çıxışların qarşısı əvvəlcədən planlaşdığı kimi zorakılıqla alınır. Bu çıxışlar yatırılır. Sonradan zabitlər azad edilir, ancaq onların silahları qaytarılmır. Bu hadisə yəni göstərirdi ki, onlar qətiyyən Azərbaycanlıların silahlanmasını istəmirdilər və özləri üçün bunları
bir təhdid kimi görürdülər. Deməli, bu zaman Azərbaycan Milli Hərəkatının əsas qüvvəsi Müsavat idi. Müsavata qarşı hərbi siyasi ittifaq bağlayır. Kimlər? Bakı Soveti ilə daşnaqlar. Bakı Soveti, yəni bolşeviklərlə daşnaqlar, erməni daşnaqlar 18-ci ilin martında Azərbaycan Müsavata qarşı, Azərbaycanlılara qarşı bir hərbi siyasi ittifaq bağlayırlar. Bakıya onlar xüsusilə əhəmiyyət verirdilər. Çünki Bakı onlar üçün iqtisadi inkişafında, Azərbaycan iqtisadi inkişafında əvəzedilməz, tükənməz mənbə idi. Yəni bunu necə başa düşə bilərik? Bakıda əsas xüsusi bilirik ki, təbii ehtiyatlar, neft yerləşirdi. Bu neft iqtisadi inkişaf üçün çox əsas, mühüm amil idi. Yəni nəyə görə Bakı mərkəzi idi? Əsasən neftinə görə. Həmçinin Azərbaycan Milli Hərəkatının mərkəzi idi. Milli Hərəkatının mərkəzi nə deməkdir? Yəni Azərbaycanın bütün milli təşkilatları, demək olar ki, əksəriyyəti, qəzetləri, siyasi partiyalar və s. hamısı Bakıda yerləşirdi. Milli Hərəkatın mərkəzi idi. Bolşeviklərin Cənubi Qafqazda öz hakimiyyətlərini yaymaq üçün dayaq nöqtəsi də Bakı olmalı idi. Bəs soyqırımı törətməkdə Bakı Sovetinin məqsədləri nələr idi? Həmin bu müsavatın sosial bazasını məhv etmək. Yəni müsavatı dəstəkləyən Azərbaycanlıları, müsəlmanları məhv etmək. Müsavatı da bu şəkildə aradan qaldırmaq. Və azadlıq mübarizəsini başsız qoymaq. Azərbaycanın azadlıq mübarizəsinə kimlər ki rəhbərlik edirdilər, hansı təşkilatlar ki rəhbərlik edirdi, bunları məhv etmək, ya qırmaq, ya da ölkədən qovmaq və nəticədə xalqımızı başsız qoymağı fikirləşirdilər. Həmçinin Bakıda tam möhkəmlənmək, sonra isə bütün Azərbaycanı işğal etmək. Əvvəlcə Bakıda möhkəmlənib, sonra bütün Azərbaycanı işğal etməyi qarşılarına əsas məqsəd qoymuşdular. Yəni bu qırğınların əsas məqsədləri idi. Bəhanə. Mart soyqırımının törədilməsi üçün bir bəhanə də lazım idi. Necə başlanması lazım idi? Mart soyqırımı üçün Evelina gəmisinin tərk-silah edilməsi. Bu gəmi Məhəmməd Əmin, üzr istəyirəm, Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin dəfni var, təşkil edilmişdi Bakıda. Bu Məhəmməd də hərbiçi idi. Onun hərbi dəfn mərasiminə gəlməsi üçün Evelina gəmisi Lənkərandan Bakıya gəlmişdi. Və belə bir şayiə yayılır ki, bu gəmi Bakıya gəlib, silahlanıb və geri qayıdarkən Lənkəranda olan rusların, malakanların qırğınlarını törədəcəklər. Yəni belə bir şayiə yayırlar və Evelina gəmisi ələ keçirilir Bakı Soveti tərəfindən, tərk silah edilir. Yəni silahları əllərindən alınır. Bu da əhalinin ciddi etirazına, kəskin etirazına səbəb olur. Yəni onların məqsədləri hər bir yolla əl ataraq həm silahları ələ almaq, hərbiçiləri həbs etmək, həmçinin əhalini qızışdırmaq və qırğınlar üçün şərait yaratmaq idi. İndi keçirik soyqırımın başlanmasına. Martın 30-da Bakıda başlayır. Türk-müsəlman əhaliyə qarşı geniş miqyaslı əməliyyatlar gedir. Silahlı qüvvələrə əsasən erməni zabitləri başçılıq edirdi və bu da milli qırğın xarakteri daşıyırdı. Yəni bir millətin digər millətə qarşı qırğını xarakteri daşıyırdı. Dənizdən, təyyarədən müsəlmanlar yaşayan məhəllələri bombardman edirlər. Kaspi qəzeti, Açıq Söz qəzetinin redaksiyaları dağıdılır. Həmçinin İsmailiyyə binası, Təzə Pir məscidi və Şah məscidlərinin dağıntıları baş verir. Lakin bir müddət sonra qırğınların həddən artıq artdığını görən elə Rus alayının əsgərləri, həmçinin Xəzər hərbi donanmasının Rus matrosları, bunlar qırğınların dayandırılması ilə bağlı qərar qəbul edirlər, tələb irəli sürürlər və əgər qırğınlar dayandırılmasa, Bakıda olan ermənilərin də, erməni məhəllələrində qırğınlara atəşə məruz qalacaqlarını ermənilərə bildirirlər. Bundan sonra aprelin 2-sində qırğınlar dayandırılır. Həmçinin aprelin 1-də Azərbaycanlı partiya və cəmiyyətlərin nümayəndələri də Bakı Sovetinin tələblərini qəbul
edirlər. Ümumən qırğınlar Bakıda aprelin 2-də dayansa da, quberniya ərazisində bayaq dediyim kimi Quba, Göyçay, Kürdəmir, Şamaxı, Salyan, Lənkəran ərazilərində sentyabrın 15-nə qədər, həmin il sentyabrın 15-nə qədər davam edir və 50 minə yaxın insan həyatını itirir Bakı quberniyasında. Şəhərin özündə isə 12 min nəfər əhali qırılır. Bu soyqırımın nəticələri. Bakı soyqırımının nəticələri ilə bağlı deyə bilərik ki, Bakıda siyasi hakimiyyət Sovetin hakimiyyəti əlinə keçir. Yəni bolşeviklərin xeyrinə dəyişir siyasi vəziyyət, tamamilə üstünlüyü ələ alırlar. Bakı şəhər və quberniyanın bir çoxu Sovetin hakimiyyətini tanımalı olur. Yəni müsəlmanlar da artıq, müsəlman milli təşkilatları da Sovetin hakimiyyətini tanıyır. Ancaq ideologiyada, düşüncədə isə bunlar tam əksi ilə qarşılaşırlar. Onlar fikirləşirlər ki, müsavatı məhv edəcəklər, milli azadlıq ideyalarını boğacaqlar. Lakin bu düşündüklərinin tam əksi baş verir. Azərbaycanlıların muxtariyyətə olan ümidləri, inamı sarsılır. Yəni muxtariyyət də artıq bunlara bəslənmir. Çünki bir yerdə, muxtariyyət elə bir yerdə yaşamaq kimi bir dövlət tərkibində yaşamaq idi. Azərbaycanlılar, müsəlmanlar görürlər ki, bu ermənilər və ruslarla, bolşeviklərlə bir yerdə yaşamaq mümkün deyil və müstəqil dövlət ideyaları inkişaf edib güclənməyə başlayır. Artıq yəni müstəqil olub Rusiyadan ayrı bir dövlətin qurulmasının vacibliyini hiss edirlər. Bu soyqırımın nəticələri idi. İndi Mart soyqırımı baş verir, Bakı Soveti hakimiyyəti tamamilə ələ alır və bundan sonra həyata keçirdiyi tədbirlərə nəzər salaq. Bütün milli şuraların, ermənilərdən başqa, bütün milli şuraların fəaliyyəti qadağan edildi. Yəni artıq müsəlmanların, türklərin heç bir milli şuraları fəaliyyət göstərə bilməzdi. Bolşevik və erməni mətbuatından başqa bütün qəzet və jurnallar bağlandı. Yəni ermənilərin, bolşeviklərin qəzetləri qalır, jurnalları qalır, ancaq Azərbaycanlıların ola bilməzdi. Söhbət Bakı quberniyasından gedir. Aprelin 20-sində Bakı Şəhər Duması fəaliyyətini dayandırdı. Bakı Şəhər Duması xatırlayırsınızsa 1878-ci ildə fəaliyyətə başlamışdı. Artıq 18-ci il aprelin 20-sində fəaliyyətini dayandırır. Və ona aid olan bütün təsərrüfat işləri də Bakı Sovetinin ixtiyarına keçir. Qafqaz Seymi, Cənubi Qafqaz Seymi əks-inqilabi qurum elan edildi. Bayaq qeyd etmişdim, inqilabi qüvvələr özləri hesab edirlər. Əks-inqilabi qüvvələr isə, əks-inqilabi qurum isə onlara düşmən olan tərəf hesab edilirdi və Bakı Seymi də onların artıq düşmən qurumuna çevrilir. Mart soyqırımı vətəndaş müharibəsi kimi təqdim edilərək 18-ci il aprelin 25-də Sovet Rusiyasında olduğu kimi hökumət Bakı Xalq Komissarları Soveti yaradıldı. Yəni Bakı Soveti belə deyək, adını dəyişdirir, olur Bakı Xalq Komissarları Soveti. Bunu yəni çox uzatmağa ehtiyac yoxdur. Çünki Rusiyada da bu şəkildə adlanırdı. Xalq Komissarları Soveti gedirdi Rusiyada da, Bakıda da belə bir adla əvəz edirlər. Bakı Xalq Komissarları Soveti 18-ci ilin aprelin 25-də yaradılır. Rəhbəri isə Şamiyan seçilir, təyin edilir, Lenin tərəfindən göndərilir. Şamiyan da qatı erməni, daşnaq, bolşevik düşüncəli şəxs idi. Şamiyanın qarşısında əsas məqsəd nə idi? Sovet hakimiyyəti qurulması adı ilə Azərbaycanı tamamilə ələ keçirmək, təmizləmək, sərvətlərini talamaq, Böyük Ermənistan dövlətini yaratmaq. Bu Şamiyanın əsas planı idi. Bunun üçün də Lenin hər bir dəstəyini, zəruri hərbi dəstək, silah-sursatla təmin edir. Bakı Xalq Komissarları Sovetini 18 min nəfərə qədər ordu qurmuşdu. Onun da 13 min nəfərini ermənilər təşkil edirdi. Həmçinin bütün zabitləri də ermənilər idi. Bakı soyqırımının haqqında fərmanı isə Prezident Heydər Əliyev tərəfindən 26 mart 1998-ci ildə verilmişdi. Üstündən 80 il keçəndən sonra 31 mart Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bakı Xalq Komissarlar Sovetinin anti-Azərbaycan siyasəti, yəni Azərbaycanlılara qarşı yeritdiyi siyasət. Sovet Bakı XKS qeyd etdiyimiz kimi Sovet hökumətinin yerli orqanı kimi fəaliyyət göstərirdi.
Rusiyada oktyabr çevrilişindən sonra hansı addımlar atılırdısa, Bakıda da onlara uyğun addımlar atılmağa başlanır. Əsas vəzifələr ermənilərin əlində idi XKS-də. Həmçinin xüsusi mülkiyyət müsadirə edilir. Yəni insanların əlində olan əmlakı, kimlərin zavodları, fabrikləri var idisə, kimlərin birdən artıq evi, özü üçün tikdirdiyi villası, sarayı, malikanəsi nə var idisə, insanların əlindən hamısı əllərindən alınır. Yəni xüsusi mülkiyyət müsadirə edilir. Tağıyevin zavodları, fabrikləri və s. Milliləşdirmə adı ilə bütün iqtisadiyyat Sovet hakimiyyəti tərəfindən tam ələ keçirilir. Milliləşdirmə nə deməkdir? Milliləşdirmə həmin o zavodların, fabriklərin dövlətin əlinə keçirilməsi deməkdir. Yəni şəxsi heç bir əmlak olmamalı idi. Bakı XKS-nin fəaliyyəti dövründə, deməli 25 apreldə qeyd etdik, yaradılır, 31 iyula qədər, həmin il 31 iyula qədər fəaliyyət göstərir. Gördükləri işlərdə sosialist tədbirləri adlandırırdılar. Yəni onlar Sovet sosialist dövləti qurmağa çalışırdılar. Elə bir rejim qurmağa çalışırdılar və bunun üçün də gördükləri tədbirlər. İnzibati idarə orqanları adları dəyişdirilir, bəziləri isə yaradılır. Məsələn, polis əvəzinə xalq milisi yaradılır. İnqilabi tribunal və xalq məhkəmələri yaradılır. Məhkəmədə sadəcə adını xalq məhkəməsi adlandırır. İnqilabi tribunal isə bu özlərinə düşmən olan qüvvələrə qarşı amansız divan tutulması üçün bu inqilabi tribunal çox sərt hökmlər, qərarlar qəbul edirdi. Bir növ hərbi Səhra məhkəməsi kimi xatırlayırsınızsa, Sovet dövründə, daha doğrusu Çar Rusiyası dövründə də belə bir buna bənzər orqanlar var idi. Moskvanın birbaşa göstərişi ilə neft sənayesi milliləşdirildi, yəni neft tamamilə dövlətin əlinə keçirilir və Rusiyaya daşınmağa başlanır. Bu hansı adla? Qardaş yardımı adı ilə. Yəni Rusiya böyük qardaş sayılırdı və Rusiyaya daşınmağa başlanır. Təkcə neft yox, həmçinin pambıq, düyü, çay, duz, balıq, meyvə və s. hər şey. Bu qədər əziz izləyicilər, əziz şagirdlər, ümid edirəm sizlər üçün izah faydalı olmuşdur. Sağ olun, növbəti izahlarda görüşərik.